K məntəqəsində səpələnmiş radiasiya ümumi günəş radiasiyasının 85%-ni təşkil edirsə, o zaman bu ərazi üçün doğru olmayanı müəyyən edin. Verilən şərtdə ilk növbədə abituriyent burada doğru olmayan ifadəsinə diqqət yetirməlidir. Belə ki, səpələnmiş radiasiya əgər 85% təşkil edirsə, burada rütubətli əmsalı vahiddən böyük olmalı, kimyəvi və üzvi aşınma intensiv olmalı və ekvatoriya və mülayim enliliklər üçün uyğun gələn ərazilər olmalıdır. Lakin test tapşırığında verilən doğru olmayan, yəni yanlış ifadələri seçmək lazım olduğuna görə burada 2 sutkalıq temperatur amplitudası böyükdür. Bu, tropik səhralar üçün, yəni düz radiasiya kəmiyyəti olan ərazilər üçün xarakterikdir. Rütubətli əmsalı vahiddən çox kiçikdir. Həmçinin bu düz radiasiya kəmiyyəti olan ərazilər üçündür və Atakama böyük qumlu Kalahari səhrasında da düz radiasiyanın kəmiyyəti böyük olan ərazilər üçün ərazilər olduğuna görə də test tapşırığının cavabı 2, 4 və 6-dır.